Peyğəmbər salavatullahın son günləri. Vəsiyyətin yayılmasına əngəl törədilməsi. Qızdırmanın şiddətinə, xəstəliyin ağrılarına baxmayaraq, Peyğəmbər salavatullah Əliyə və Fəzl ibn Abbasa söykənərək cəmaatla namaz qılmaq üçün çıxdı. Məqsəd isə əvvəlcədən can atdıqları xilafəti və liderliyi müsadirə etməyi planlaşdırmış və sakitcə Üsamənin ordusundan ayrılmaqla Peyğəmbər salavatullahın əmrlərinə qarşı çıxmış mənsəbpərəstlərin qarşısındakı yolları kəsmək idi. Rəsul-i Əkrəm namazdan sonra insanlara müraciət edərək buyurdu: Ey insanlar! Od qalanmış qatı zülmət gecə kimi fitnə fəsad yaxınlaşır. Vallah, siz məni heç bir şeydə tuta bilməzsiniz. Mən Allahın halal etmədiyini halal etməyəcəyəm və yalnız Allahın haram buyurduğunu haram etmişəm. Əs-Siratun Nəbəviyyə 2-ci cild 594-cü səhifə. Ət-Təbəqatul Kübra 2-ci cild 215-ci səhifə. Bunu deməklə o bir daha asi olmamaq barədə xəbərdarlıq etdi. Elə ki, ümmətin üfüqdə görünən bədniyyətliləri ümmətə müsibətlər və bəlalar gətirəcəkdi. Peyğəmbər salavatullahın xəstəliyi şiddətləndi. Səhabələr onun evinə yığışdılar və Üsamənin ordusuna getməyənlər də onlara qoşuldular. Peyğəmbər salavatullah onları orduya getmədikləri üçün danladı. Onlar da dilucu üzr istədilər. Allahın Rəsulu ümməti tənəzzül və süqutdan qorumaq üçün başqa bir yol seçməyə səy göstərdi. Yığışanlara buyurdu: Mənə mürəkkəb və vərəq gətirin. Sizə yazılı şəkildə vəsiyyət edim ki, ondan sonra çaşıb qalmazsınız. Ömər İbn Xəttab dedi: Artıq ağrılar Allah Rəsulunu çaşdırıb. Sizdə Allah kitabı hesab etdiyiniz Qur'an-ı Kərim vardır. Səhih-i Buxari, elm kitabı fəsli, cihad kitabı, Cəvazi-ul Vəfd fəsli. Bu şəkildə ixtilaf və fikir ayrılığı düşdü. Qadınlar isə pərdə arxasından dedilər: Allah Rəsuluna istədiyini verin. Ömər yenə dilləndi: Səsinizi kəsin. Siz Yusufu aldatmış qadınlara bənziyirsiniz. O xəstələnən kimi gözünüzün yaşını axıdır, sağalan kimi onun boğazından yapışırsınız. Peyğəmbər salavatullah buyurdu: Qadınlar sizdən daha yaxşıdırlar. Ət-Təbəqatul Kübra 2-ci cild 244-cü səhifə. Kənzül Ümmal 3-cü cild 138-ci səhifə. Sonra əlavə edərək buyurdu: Durun mənim yanımdan gedin, mənim yanımda qalmayın. Doğrudan da ümmətin Peyğəmbər salavatullahın bu yazılı vəsiyyətinə böyük ehtiyacı vardı və İbn Abbas hər dəfə həmin hadisəni xatırlayanda təəssüflənərək deyirdi: Bədbəxtlik və fəlakət bizi Allah Rəsulunun vəsiyyətindən ayırdı. Səhih-i Buxari, elm kitabı 1-ci cild 22-ci səhifə, 2-ci cild 14-cü səhifə. Əl-Miləlu və Nihəl 1-ci cild 22-ci səhifə. Ət-Təbəqatul Kübra 2-ci cild 244-cü səhifə. Peyğəmbər salavatullah yaranmış fikir ayrılığından sonra insanların pislikləri davam etdirmələrindən və hətta onu inkar edib tabi olmayacaqlarından ehtiyat edərək vəsiyyətini yazmaqda israr etmədi. Artıq Peyğəmbər salavatullah onların ürəklərində nə olduğunu bilirdi, niyyətlərini başa düşmüşdü. Ona görə də təzədən vəsiyyət üçün müraciət edəndə buyurdu:
mən siz deyəndən uzağam. Biharul Ənvar 22-ci cild 469-cu səhifə. Və onlara 3 vəsiyyət etdi. Lakin tarix kitablarında onlardan yalnız 2-si qeyd olunmuşdur. 1-ci vəsiyyət. Müşriklərin Ərəbistan yarımadasından çıxarılması. 2-ci vəsiyyət. Əvvəllər olduğu kimi nümayəndə heyətlərinin gəlməsinə icazə verilməsi. Seyyid Möhsüm Əmin Amili bunu şərh edərək demişdir. Müəlliflər az qala şübhə edirlər ki, hədis müəllifləri unutqanlıqdan deyil, bilərəkdən üçüncüsü barədə soruşmuşlar və siyasət onları susmağa məcbur etmiş, həmin vəsiyyət də unudulmuşdur. Halbuki bu, Peyğəmbər Salavatullahın öz vəsiyyətini yazması üçün mürəkkəb qələm istəməsi və yazmaqda ona kömək göstərilməsi olmuşdur. Əyanüş Şiyyə 1-ci cild 294-cü səhifə. Səhih-i Buxari Peyğəmbər Salavatullahın xəstəliyi fəsli. Xanım Fatimə-i Zəhranın atasını ziyarət etməsi. Həzrət Zəhra atasına yaxınlaşdı. O, üzündə kədər əlamətləri atasına baxırdı. Peyğəmbər Salavatullah isə öz Rəbbinə qovuşmaq ərəfəsində idi. Həzrət Zəhra qəlbi sınıq və gözü yaşlı halda atasının yanında oturdu və tez-tez təkrar edirdi. Xəstə üzü ilə göylərdən yağış istədi. O, yetimlərin pənahı, dul qadınların ismətidir. Bu anlarda Peyğəmbər Salavatullah gözlərini açdı və sakit, boğuq səslə buyurdu. Qızım, bu sözlər əmin Əbu Talibə məxsusdur. Sən onları demə, amma mən deyirəm. Muhammed yalnız bir peyğəmbərdir ki, ondan öncə də peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız. Əqidələrinizdən əl çəkəcəksiniz. Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır. Ali İmran surəsi 144-cü ayə. Bununla da Peyğəmbər Salavatullah qızı Fatiməni gələcəkdə baş verəcək kədərli hadisələrə hazırlayırdı və Əbu Talibin sözlərindənsə həmin kəlmələr daha münasib idi. Sonra Peyğəmbər Salavatullah sevimli qızı Fatiməyə işarə edərək yaxınlaşmasını istədi ki, ona nəsə desin. Fatimə ona tərəf əyildi. Atası ona gizlincə nə dedisə ağladı. Sonra yenə sakitcə nə dedisə o güldü. Bu mənzərə yığışanların bəzilərinin marağına səbəb oldu və ondan bunun sirrini soruşdular. Həzrət Fatimə buyurdu, mən Allah Rəsulunun sirrini faş edə bilmərəm. Atasının ölümündən sonra xanım Fatimədən yenə də həmin hadisə haqda soruşduqda belə buyurdu. Allahın Rəsulu mənə xəbər verdi ki, onun əcəli çatmışdır, lakin ölümünün əlamətlərini üzündə gizlədə bilir. Onda ağladım. Sonra mənə bildirdi ki, onun ailəsindən ona ilk qovuşacaq şəxs mən olacağam. Onda güldüm. Ət-Təbəqatul Kübra 2-ci cild 247-ci səhifə. Əl-Kamilu fit-Tarix 2-ci cild 219-cu səhifə. Peyğəmbər Salavatullahın həyatının son anları. Əli, Peyğəmbər Salavatullahın şərəfli həyatının son anlarına dək kölgə kimi onun yanından çəkilmədi.
Allahın Rəsulu da ona vəsiyyətlərini edir, onu öyrədir və sirlərini deyirdi. Son saatında Peyğəmbər salavatullah buyurdu: "Qardaşımı yanıma çağırın." Bu zaman o həzrət Əlini nəyinsə dalınca göndərmişdi. Yanına da bəzi müsəlmanlar gəlmişdilər. Lakin Peyğəmbər salavatullah Əli gəlib çıxana dək onlara əhəmiyyət vermirdi. Əli gələndə ona buyurdu: "Mənə yaxın dur." Əli yaxınlaşdı. Ona tərəf əyildi ki, həzrət nəsə desin. Elə bu zaman Peyğəmbərin üzündə ölüm əlamətləri göründü. Ət-Təbəqatul Kübra 2-ci cild 263-cü səhifə. Beləliklə, Allahın Rəsulu özünün məşhur xütbələrindən birində Nəhcül Bəlağə 197-ci xütbə Əliyə dediyi kimi onun dizləri üstə canını tapşırdı.